Her yerde bazar açan görmüşdük, bir tek qəbirstanlıqda görmədik, onu da görmüş olaq. 14 fevral tarixli və gündəm xəbərinin efirində bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, Sumqayıtda qəbirstanlıqlarda bəzi şəxslər qəbir yerlərini əldə edir, sonra isə başqalarına daha baha qiymətə satırlar. Qiymətlər isə müxtəlifdir. Belə ki, yol kənarındakı yerlər 2500 manata, orta sahələr 2000 manata, daha içəridəki yerlər isə 1500 manata təklif edilir. Yaranan bu dırnaqarası biznes forması isə insanları ciddi şəkildə haqlı olaraq narahat edir və sakinlər sual edirlər ki, əgər kiminsə belə məbləği yoxdursa, yaxınlarının cəsədi harda qalacaq? Ümumiyyətlə, vətəndaşlar hesab edirlər ki, qəbir yerləri insanlara pulsuz verilməli, maddi imkanından asılı olmayaraq təmin olunmalıdır. İnsanlar aidiyyatı qurumlardan qəbirstanlıqlarda yerlərinin ədalətli və qanun çərçivəsində paylanmasını təmin etməklərini tələb edirlər. Mövzu ilə bağlı Milli Aza açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, qəbirstanlıqlarda özbaşınalıq anarxiyada. Kimin gücü nəyə çatırsa, onu da eləyir. Onun sözlərinə görə bəzən bələdiyyə və ona yaxın şəxslər, digər işbazlar, dəllal və maklerlər qəbir torpaqlarını əldə eləyərək başqalarına daha baha qiymətə satmış olurlar. Nəzarət edənlərin özləri təşkil edir. Nəzarət edənlərin özləri təşkil edir bunu çox zaman. Bu müsahibimizin fikridir. Belə ki, qəbir alveri, kəfən biznesi baş alıb gedir. Qəbir yeri vətəndaşlara pulsuz verilməlidir. Cüzi rüsum ola bilər. Yoxsa bu qiymətə qəbir yerləri isə dəhşətdir. Tural İrfan qeyd edib ki, İslamın, dinin sadəcə adı qalıb. Ona nə əməl edən, nə də hörmət qoyan var. Dini olan, Allaha imanı olan da qəbri o qiymətə satarmı? Bu sırf qaniçənlikdir. Nəzarət etməli qurumlar da buna şərikdir. Öz başına qiymət, qanunsuz rüsum təyin edirlər, yaxud rüşvət alıb xalqın torpağını bazara çevirirlər. Nə qanuna məhəl qoyurlar, nə də dinə hörmət qoyurlar. Varlı məmurlar nəsli, əcdadı üçün böyük sahələri indidən bron edirlər, yaxud əsas görkəmli yerləri zəbt edirlər. İlahiyyatçı söylüyor ki, buna qətiyyən mane olan isə yoxdur. Yerin üstündə zülm etdikləri əhaliyə yer altında da zülm edirlər. Kasıb da küncdə bucaqda zülmdən özünə bir parça yeri tapa da bilmir. İllərdir deyirik, qanun qəbul olunmalı, qəbir alverinin qabağı alınmalıdır. Standart qəbir yerləri və qəbir daşları tətbiq olunmalıdır. Məzarlıqdakı xaos aradan qalxmalı, qəbirlər sıra ilə sadə şəkildə olmalıdır deyə ilahiyyatçı Milli Aza açıqlaması zamanı belə bir mövzuya toxunub, qeyd eləyək ki, olduqca ciddi və əhəmiyyətli mövzudur.